Və eyni ilə martın 21-i, yəni yer ilə günəşin birləşdiyi, baharın gəldiyi vaxtı bilməlidir ki, buna uyğun əkin işlərinə başlasın və ya vaxtında eləməsə, demək onun əkdiyi toxumlar məhv olar və ya vaxtında getməsə onun dağa çıxartdığı sürü məhv olar və ya gec aparsa yenə məhv olar. Aydındırmı? Və bu səbəbdən də qədim insanlar həmin o təbiət hadisələrini rituallaşdıraraq nəsildən nəsilə ötürürdü. Və bu nəsildən nəsilə ötürmə də təbii ki, nə cür baş verməli idi? O demək, tayfanın, ağsaqqalı, piri, kamı, maqı həmin günü müəyyənləşdirdikdə xəbər salınırdı və həmin tayfaya tabi olan hər kəs yığılırdı və artıq həmin günün gəldiyi şölələrlə, bayram ilə, müəyyən simvollarla, rituallarla hər kəsə qeyd olunurdu ki, bu artıq gəlib. Çünki yenə deyirəm, o dövrdə günümüz texnologiyası yoxdur ki, kiməsə zəng vurulub desin, kiməsə SMS göndərilsin. Aydındırmı? Və bu səbəbdən də yazı bilməyən insanlar günəşi nar ilə tərənnüm edirdi. Nar niyə? Bir, nar sözü ilə eyni kökdür. Lakin bitki nar, ummu kökü, aşağı yer kökü ilə formalaşıb. İşıq isti mənasına gələn nar isə ummu kökü ilə formalaşıb. Təbii ki, qədim insanlar bunun hansı kök ilə formalaşdığını bilmir. Amma demək, narın həm günəşi, həm yerdəki bitkini ifadə etdiyini və narın da qırmızı rəngi olduğunu bildiyinə görə nə edirdi? O, həmin o narı, həmin qoru, həmin günəşi, həmin o qırmızı meyvə ilə, nar ilə tərənnüm edirdi. Və eyni ilə nə ilə tərənnüm edirdi? Qarpızla tərənnüm edirdi. Və həmin o qarpız sözü də əslində qor, yəni günəş sözünün kökü olan qor və su kökünün birləşməsindən formalaşan bir sözdür. Təbii ki, narı və qarpız sözünü farslara aid olan bir söz kimi deməyə çalışırlar. Niyə? Çünki demək, nar farslarındısa, qarpız farslarındısa, təbii ki, bunu türk təfəkkürü formalaşdıra bilməz. Lakin biz həm qarpız sözünün, həm nar sözünün türk dil kökü ilə açıldığını görürük. Bu artıq Proto-Hind-Avropa xalqı, Proto-Hami-Sami xalqı, Proto-Türk xalqlarının birlikdə yaşadığı dövrdəmi formalaşıb, yoxsa yox, bu ayrıca sualdır, ayrıca düşünülə bilər. Lakin bunların hər biri, bax gördüyünüz kimi, hansı adı dedimsə, hər birini günümüzdə işlətdiyimiz türk dilindəki sözlərlə açmışam. Yəni elə bir söz yoxdur ki, düşünək ki, o türk dilində yoxdur və başqa cür açmalıyım. Və dolayısıyla demək, nədir? Silə bayramını nar və qarpız ilə simvollaşdırırdısa, daha sonra Sibir Altaya gedənlər artıq qarpızın olmadığını, narın əl çatan olmadığı üçün nə dedi? Göy nar. Yəni kükünar ağacı ilə onu tərənnüm etməyə başladı. Demək ki, onda kükünar ilə tərənnüm edirdisə, onda günümüz coğrafiyasında bizim Azərbaycan türklərinin yaşadığı coğrafiyada olan türklər yaxşı bunu nə ilə tərənnüm edirdi? Təbii ki, səməni ilə tərənnüm edirdi. Yaxşı.